Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Rəqsanədən transparan geyimdə fotosessiya. Müğənni Rəqsanə İsmailova yeni fotosessiya etdirib. Xəbər verilir ki, sənətçi transparan geyimdə fotolar çəkdirib. O şəkilləri bir müddət öncə çəkdirdiyini, lakin yeni paylaşdığını bildirib. Müğənni Aysel Əlizadə açıqlaması ilə diqqət çəkib. Xəbər verilir ki, o, Qanad canlı verilişində ailə qurmaq istədiyindən danışıb. Sənətçi bildirib ki, gələcək həyat yoldaşı istəsə, sənədi atacaq. Mən hazırda bu sənətlə dolanıram. Ola bilər ki, gələcəkdə ailə quracağım insan deyər ki, bu işə hobbi kimi bax. Ayda ildə bir dəfə çıx səhnəyə. Bu işdən maddi gözləntim olmasa, onun dediyini edərəm, sənətdən gedərəm. Çünki mənim üçün önəmli olan ailədir.